Avqustun 24-də Gənclər və İdman Nazirliyi, AFFA və Ulduz Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 11 yaşadək futbolçular arasında 3-cü Ulduz Cup beynəlxalq turniri start götürüb. Quba Olimpiya İdman kompleksinin stadionunda keçirilən açılış mərasimi iştirakçı komandaların paradı ilə başlayıb. Dövlət himni səsləndirildikdən sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov və Quba rayon icra hakimiyyətinin məsul şəxsi Aynur Yahyayeva çıxış ediblər. Tədbirin bədii hissəsində judo, taekvondo və gimnastika üzrə nümunəvi çıxışlar təqdim olunub. Turnirin ilk günündə Ulduz Futbol Akademiyası Bunyodkoru 3-0 hesabı ilə üstələyib. Qarabağ isə Altın Tac futbol komandasını 4-1 hesabı ilə məğlub edib. Zirə futbol komandası Drukarz ilə 1-1 hesablı heç-heçə edib. Sabah Paxtakora 0-2 hesabı ilə uduzub. Neftçi Dinamo Tbilisi qarşılaşması 0-4 hesabı ilə başa çatıb. Suduşorzi Kayrata 0-4 hesabı ilə məğlub olub. Avqustun 27-sinədək davam edəcək turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır. Qeyd edək ki, turnirin bütün oyunları Gənclər və İdman Nazirliyinin YouTube kanalında canlı yayımlanır.